Sad suresi Məkkədə nazil olmuşdur. 88 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Sad vel Kur'ani zizzikr. Sad. Bu Allahla onun peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm və bu cür mütəşabih ayələri vardır. And olsun şərəfli və tövhidi, peyğəmbərləri və haqq marifini yada salan Qur'ana ki, sən peyğəmbərsən və sözlərin doğrudur. Bəlillezîne kəfərû fî izzətin və şiqaq. Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil. Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər. Kəm əhləknə min qablihim min qarnin fənədəv və lə təhinə mənəs. Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. Onlar əzab nazil olan zaman tövbə edib kömək diliyərək fəryad qopardılar. Amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi. وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِّنْهُمْ وَقَالَ الْكَافِرُونَ هَذَا سَاحِرٌ كَذَّابٌ. Onlar özlərinə mələk və cinlərdən deyil, öz cinslərindən qorxudan gəlməsindən təəccüb etdilər və kafirlər dedilər, bu yalancı bir cadugardır. Əcəaləl əlihətə iləhən vəhidən, İnnə həzə ləşəy'un ucəb. O məbudların hamısını bir məbud edib, doğrudan da bu çox təəccüblü bir şeydir. وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَى آلِهَتِكُمْ إِنَّ هَذَا لَشَيْءٌ يُرَادُ. Onların böyükləri və başçıları, Qüreyş və müşriklər, Peyğəmbərə qarşı yönəldilmiş toplantılardan çıxdılar və bir-birlərinə dedilər, gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu iddia planlaşdırılmış, Mühəmmədin istədiyi bir şeydir, başçılıq arzusudur. مَا سَمِعْنَا بِهَذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَذَا إِلَّا اخْتِلَاقٌ. Biz bunu, bu mətləbi, yəni gözə görünməz bir məbuda ibadət edilməsini son dində, atalarımızın dinində eşitməmişik. Bu iddia uydurma yalandan başqa bir şey deyildir. أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ. Bu yada salan, Qur'an bizim aramızdan ona, mal və məqam sahibi olmayan o kişiyə nazil edilmişdir. Onların bu kitabı qəbul etməmələrinin səbəbi onun naqis olması deyil. Bəlkə onlar dünyaya ifrat dərəcədə bağlandıqları üçün mənim yada salan Qur'anın barəsində şübhə içərisindədirlər. Bəlkə hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki hələ mənim əzabımı dadmayıblar. أَمْ
عندهم خزائن رحمة ربك العزيز الوهاب. Yoxsa sənin qüdrətli və çox əta edən və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan Rəbbinin mərhəmət xəzinələri onların yanındadır ki, istədikləri kəsə bağışlasınlar? أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ. Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur. Əgər elədirsə, onda Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün istənilən vasitə ilə yuxarı qalxsınlar. جُنْدٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الْأَحْزَابِ. Onlar öz yerlərində qədim peyğəmbərlərlə vuruşan keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundular. كذبت قبلهم قوم نوح وعاد وفرعون ذو الأوتاد. Onlardan qabaq Nuhun qövmü, Hudun qövmü, Ad, saray və ordu, yaxud oyun və işgəncə mismarları sahibi Firon da bizim peyğəmbərlərimizi təksib etdi. وثمود وقوم لوط وأصحاب الأيكة أولئك الأحزاب. Həmçinin Salih peyğəmbərin qövmü, Səmud, Lutun qövmü və Əykə əhli, Şüeybin qarğı sahibləri olan qövmü təksib etdi. Bizimlə və bizim peyğəmbərimizlə vuruşan həmin dəstələr onlar idi. إن كل إلا كذب الرسل فحق عقاب. Onların hamısı bizim peyğəmbərlərimizi təksib etdilər. Beləliklə, onlar barəsində mənim cəzam gerçəkləşdi. وَمَا يَنظُرُ هَؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ. Bunlar Məkkə kafirləri yalnız barəsində heç bir möhlət və təxir olmayan bir bağırtını gözləyirlər. وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ. Və onlar istehza ilə dedilər, ey Rəbbimiz, bizim vəd etdiyin əzablardan olan payımızı hesab günündən qabaq, tez ver. اصبر على ما يقولون واذكر عبدنا داود ذا الأيد إنه أواب. Onların dediklərinə səbr et və Davudu, bizim elm, cism və səltənət baxımından güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, bizə tərəf çox qaydan idi. إنا سخرنا الجبال معه يسبحن بالعشي والإشراق. Biz dağları ram etdik. Onlar hər səhər axşam onunla birlikdə Allahı pak sifətlərlə məth edirdilər. وَالطَّيْرَ مَحْشُورَةً كُلٌّ لَهُ أَوَّابٌ. Və quşları onun ətrafına toplayıb ona təslim etdik. Dağ və quşların hər biri onun zikr avazı ilə Allaha tərəf qaydırdılar. وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ. Və onun hökmüranlığını, say və gücünün çoxluğu ilə qüvvətləndirdik və ona hikmət, əqli və ictimai elmlər, dini şəriətlər və haqq ilə batılı bir-birindən ayıran
kəlamlar əta etdik. وهل أتاك نبأ الخصم إذ تسوروا المحراب Bir-biri ilə çəkişən o bir neçə nəfərin, yaxud bir neçə mələyin qurma çəkişməsinin, Davudun otaq və mihrabının divarından aşan zamanki xəbəri sənə çatıbmı? إذ دخلوا على داود ففزع منهم قالوا لا تخف خصمان بغى بعضنا على بعض فاحكم بيننا بالحق ولا تشطط واهدنا إلى سواء الصراط. O zaman onlar qəflətən divarın o tərəfindən aşıb, icazəsiz Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər, qorxma, biz birimiz digərinə qarşı haqsızlıq etmiş, çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir. إن هذا أخي له 99 نعجة ولي نعجة واحدة فقال أكفلنيها وعزني في الخطاب. Onlardan biri dedi, həqiqətən bu şəxs mənim qardaşımdır. Onun 99 dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə, onu da mənə ver dedi və o söhbətdə mənə qalib gəlmişdir. قال لقد ظلمك بسؤال نعجتك إلى نعاجه وإن كثيرا من الخلطاء ليبغي بعضهم على بعض إلا الذين آمنوا وعملوا الصالحات وقليل ما هم. وظن داود أنما فتناه فاستغفر ربه وخر راكعا وأناب. Davud dedi, şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən, malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı iş görən kəslər istisna olmaqla ki, onlar çox azdılar. Davud birdən bizim bu tələsik hökm çıxarılmasında onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rükû və səcdə edərək üzü üstə düşüb Allaha tərəf qayıtdı. فغفرنا له ذلك وإن له عندنا لزلفى وحسن مآب. Biz bunu Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını ona bağışladıq. Əlbəttə, bizim yanımızda onun üçün dünyada olduğu müddətdə yaxınlıq məqamı və axirətdə qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır. يا داود إنا جعلناك خليفة في الأرض فاحكم بين الناس بالحق ولا تتبع الهوى فيضلك عن سبيل الله إن الذين يضلون عن سبيل الله لهم عذاب شديد بما نسوا يوم الحساب. Sonra dedik, ey Davud, biz səni yeryüzündə öz xəlifəmiz etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar
və nəfsi istəklərə tabe olma ki, o səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır. وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ. Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu küfr edənlərin zənnidir. Buna görə də cəhənnəm odundan vay olsun kafirlərin halına. أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ. Məyər biz iman gətirib yaxşı iş görənləri mükafatlandırma məqamında yer üzündə fəsad törədənlərlə bir tutacağıq? Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq? كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ. Bu Qur'an, ayələrində düşünüb arxasınca getmələri və onda olan dərin marifi əldə etmələri və əsl ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır. وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ. Biz Davuda oğlu Süleymanı əta etdik. O gözəl bəndə idi. Həqiqətən o bizə tərəf çox qaydan idi. إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ. Yada sal o zamanı ki, günün sonunda ona nəcib və iti gedən atlar təqdim edildi. فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّى تَوَارَتْ بِالْحِجَابِ. Dedi, mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm. Onun başı atlara tamaşa etməyə qarışdı və nəhayət onlar gözdən etdilər, yaxud günəş batdı, yaxud o atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və dedi, mən bilmədən atların sevgisini Rəbbimin zikrindən üstün tutdum. Nəhayət günəş batdı. Deməli, mən daha üstün əməli tərk etdim. رُدُّوهَا عَلَيَّ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ. Dedi, atları qaytarın. Beləliklə, hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların baldır və boyunlarını əl çəkməyə başladı. وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَى كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ. Həqiqətən biz Süleymanı böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində imtihana çəkdik və onun taxtı üzərinə cansız bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı və haqqa təslim oldu. قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنبَغِي لِأَحَدٍ مِّن بَعْدِي إِنَّكَ أَنْتَ الْوَهَّابُ. Dedi, ey Rəbbim, məni bağışla və mənə möcüzəvi şəkildə məndən sonra bəşər cəmiyyətinin tərbiyəsi məqamında heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox
əta edən sənsən. فسخرنا له الريح تجري بأمره رخاء حيث أصاب. Beləliklə, biz küləyi ona ram etdik. Külək onun əmri ilə, mülayimliklə onun istədiyi yerə gedirdi. وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ. Həmçinin hər bənna və dalğıcdan olan cin şeytanlarını bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik. وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ. Ha belə digər şeytanları onun ölkəsində fəsad törətməmələri üçün birlikdə zəncirlənmiş halda ona ram etdik. هَذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ. Dedik, bu bizim sənə ətamızdır. İstədiyinə dünyada saysız və axirətdə hesabsız şəkildə əta et və ya əsirgə. وَإِنَّ لَهُ عِندَنَا لَزُلْفَى وَحُسْنَ مَآبٍ. Əlbəttə, bizim yanımızda onun üçün dünyada olduğu müddətdə yaxınlıq məqamı və axirətdə qaydışın gözəlliyi və gözəl qaydış yeri vardır. وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ. Və bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb, şeytan məni cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi çətinlik və əzaba düçar etmişdir dediyi zamanı yada sal. اُرْكُضْ بِرِجْلِكَ هَذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ. Ona dedik, ayağını yerə vur. Elə ki o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik, bu sərin çeşmə yuyunmaq və içmək üçündür. وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَى لِأُولِي الْأَلْبَابِ. Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə, yenidən onun zövcəsindən başqa hamısı məhv olmuş ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik. وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ إِنَّا وَجَدْنَاهُ صَابِرًا نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ. Və ona dedik, zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün bir dəstə çubuq götür və onunla yavaşca zövcəni vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə. Həqiqətən o, bizə tərəf çox qaydan idi. وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ. Bizim elmi, cismani və maddi qüvvətlər və maddi və mənəvi məsələlərdə bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshak və Yaqubu yada sal. إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَ الدَّارِ. Biz onları axirət evinin fikrində qərq olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.
وَإِنَّهُمْ عِندَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ Əlbəttə onlar bizim yanımızda seçilmişlərdən və yaxşılardandılar. وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ وَكُلٌّ مِّنَ الْأَخْيَارِ Və İsmaili, Əl-Yəsəyi və Zulkifli yada sal ki, hamısı yaxşılardan idilər. هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ Peyğəmbərlərin bu hekayəti yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır. جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابِ Qapıları üzlərinə açıq olan və heç bir qapısının açara ehtiyacı olmayan əbədi cənnətlər. مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ Orada taxtlara söykənmiş halda qılman və cənnət cavanlarından firavan meyvələr və içki istəyərlər. وَعِندَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ Yanlarında ərlərindən başqasına göz yummuş və yaş, gözəllik, nur və kamal baxımından bir-birinə bənzəyən zövcələr vardır. هَذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ Bu, hesab günü üçün sizə vəd edilən nemətlərdir. إِنَّ هَذَا لَرِزْقُنَا مَا لَهُ مِن نَفَادٍ Bu nemətlər bizim tükənməz ruzimizdir. هَذَا وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ Budur təqvalıların vəziyyəti və yerləri. Azğınlar üçün isə mütləq pis dönüş və ən pis dönüş yeri vardır. جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادِ Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm, ora pis məskəndir. هَذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ Bu onların dadmalı olduqları qaynar və yandırıcı çirkab cəhənnəm suyudur. وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər var ki, onları dadmalıdırlar. هَذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ لَا مَرْحَبًا بِهِمْ إِنَّهُمْ صَالُو النَّارِ Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək: Bunlar dünyada sizə tabe olan və indi sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədilər. Onlar deyəcəklər: Xoşluq və rahatlıq görməsinlər, çünki onlar da oda daxil olan və onu dadanlardır. قالوا بل أنتم لا مرحبا بكم أنتم قدمتموه لنا فبئس القرار Onlara tabe olanlar da öz başçılarına deyərlər: Əksinə, siz xoşluq görməyəsiniz, çünki bu odu bizim qarşımıza siz çıxardınız, ora pis yerdir.
قالوا ربنا من قدم لنا هذا فزده عذابا ضعفا في النار. Həmçinin deyərlər, ey Rəbbimiz, bu vəziyyəti bizim qarşımıza çıxaran kəsin oddakı əzabını özlərinin və bizi azdırmalarının əzabı olaraq 2 qat artır. وَقَالُوا مَا لَنَا لَا نَرَى رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ. Və od əhli deyər, bizə nə olub ki, dünyada şər və pis insanlardan saydığımız kəsləri, İslamçıları və dinpərəstləri burada görmürük. أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارِ. Biz onları nahaq yerə ələ saldıq və indi cənnətdədirlər. Yoxsa bizim gözlərimiz onları görmür və əslində onlar buradadılar. İnne zâlike lehakkun tehâsumu ehlinnâr. Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu davadalaşı qəti və olasıdır. Qul innəmə ənə munzir və mə min ilahin illallahul vahidul qahhar. De, mən yalnız bir qorxudanam. Mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə də şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm. Üluhiyyət, ribubiyyət, ibadət və itaətdə tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur. Rabbus semavati vel ardı ve ma beynehumel azizul gaffar. Göylərin, yerin və onların arasında olanların Rəbbi, həmin O, yenilməz qüdrət sahibi və çox bağışlayan Allahdan. Qul huve nebe'un azim. De, bu Qur'an və qiyamət xəbəri böyük bir xəbərdir. Entum anhu mu'ridun. Siz ondan üz döndərirsiniz. Ma kana liye min ilmin bil mela'il a'la iz yaxtasimun. Mənim bundan əvvəl yuxarı aləm barəsində, oradakı söhbətlər və oranın mələklərinin bir-birləri ilə Adəmin yaradılışı haqqında mübahisə edərkən danışıqlarından heç bir məlumatım yox idi. İn yuhā iləyyə illə ennəmə ənə nəzirun mubin. Çünki mənə yalnız aşkar bir qorxudan olduğum üçün vəhy edilir. İz qālə rabbuka lil məlâikəti inni xāliqun bəşəran min tin. Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal o zamanı ki, Rəbbim mələklərə buyurdu. Həqiqətən mən gildən bir bəşər yaratmaq istəyirəm. فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ. Elə ki, onun bədəninin yaradılmasını tamamladım və öz ruhumdan onu öfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün. فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ. Beləliklə, mələklərin hamısı Adəmə səcdə etdilər. İllə
إبليس استكبر وكان من الكافرين. Təkəbbür göstərən və əvvəldən kafirlərdən olan iblisdən başqa. قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت أم كنت من العالين. Allah buyurdu: Ey iblis, sənə mənim öz əlimlə, vasitəsiz olaraq öz istəyimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən? قال أنا خير منه خلقتني من نار وخلقته من طين. Dedi, mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan. Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır. قال فاخرج منها فإنك رجيم. Allah buyurdu, belə isə oradan, göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından xaric ol ki, sən həqiqətən qovulmuşsan. وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَى يَوْمِ الدِّينِ. Və şübhəsiz, cəza gününə kimi mənim lənətim sənin üstündə olacaqdır. قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ. İblis dedi, ey Rəbbim, belə isə onların qəbirlərdən qaldırılacağı günə kimi mənə möhlət ver. قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ. Allah buyurdu, həqiqətən sən möhlət verilənlərdənsən. إِلَى يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ. Məlum vaxtın gününə, birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə qədər. قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. İblis dedi, İzzətinə and olsun ki, onların hamısını, kökü kəsilənə kimi Adəmin nəslinin hamısını aldadıb doğru yoldan çıxaracam. إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ. Onların arasından sənin ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin xalis və seçilmiş bəndələrin istisna olmaqla. قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ. Allah buyurdu, haqq məndəndir və mən haqq danışanam. لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ. Cəhənnəmi mütləq səninlə, sənin övlad və qəbilənlə və onlardan, insanlardan sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam. قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ. Ya Peyğəmbər, de, mən bunun Peyğəmbərlik və kitabın müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm. إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ. Bu Qur'an, aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır. وَلَتَعْلَمُنَّ
نبأه بعد حين. Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz. Bəşəriyyətin nəsli kəsilənədək, tədricən onun həqiqət və marifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır.